cəmiyyətdəki ailələrdə insanlar bir-birini sevə bilmir deyə nifrət eləyir. Mən bunu çox görmüşəm. Öz həyatını yaşamaq üçün yalan danışan, düz danışsa da eşidilmədiyinə əmin olan uşaqlar. Başqalarının fikrini öz həyatının önünə qoyduğu üçün evlənən sonra da bir-birindən gedə bilməyən valideynlər, yəni sevirmiş kimi davranan, kənarda aldadan, üzdə yan-yana olan, səmimiyyətsiz insanlar, səmimiyyətsiz münasibətlər və günün sonunda yaranan səmimiyyətsiz cəmiyyət. Bunun niyə belə olduğunu düşünəndə anlayıram ki, bizə uşaqlıqdan sevmək o qədər yanlış öyrədilib ki, o sevginin bir bəndini ödəyə bilməyən, amma yaxınında olmağa məcbur hiss elədiyimiz hər insandan rahatlıqla nifrət edə bilirik. Sanki bizə öyrədilib ki, sevmək ancaq bir insanı bağrına basmaqdır. Sevmək ona hər şeyini vermək, özünə heç nə saxlamamaqdır. Bizə öyrədilib ki, bir insanı ancaq səhv elədiyi yerə qədər sevə bilərsən. Sevirsənsə boğmalısan, sevgin bitə bilməz, azala bilməz, azalsa da getməməlisən, nifrət eləməlisən, sevilmiş kimi davranmalısan, özünə və hamıya yalan danışmalısan, amma getməməlisən. Bizə yanlış öyrədilib. Bir insanı o kim olursa olsun, sonsuza qədər sevə də bilərsən, sevməyə də bilərsən. Yaxınında olduğun hər kəs bir gün gedə də bilər, getməyə də bilər. Sevgilər bitər, insanlar, münasibətlər dəyişər. Bilirəm, bizə öyrədilməyib, amma məncə nifrət elədiyin yerə qədər yaxınlaşmaqdansa, sevə bildiyin məsafədə dayanmalısan. Başqalarını qazanmağa çalışmaqdan daha çox özünü itirməkdən qorxmalısan.